Yəqin ki, siz də son vaxtlar hər yerdə eyni söhbəti eşidirsiniz. Süni zəka dünyanı dəyişir. Hamı Nvidia səhmlərindən, ChatGPT-nin yeni bacarıqlarından danışır. Amma heç düşünmüsünüzmü ki, bəlkə də bütün bu həyəcan eyni zamanda tarixin ən böyük bazar köpüklərindən birini yaradır? Gəlin bugün bir çox investoru gecələr oyaq saxlayan məhz bu suala cavab axtaraq və 3 əsas xəbərdarlıq siqnalını birlikdə təhlil edək. Bu sadəcə bir sitat deyil, əslində bu investor psixologiyasının qızıl qaydasıdır. Bilirsiniz, tarix boyu istər 17-ci əsrdə Hollandiyadakı lalə həyəcanı olsun, istərsə də 2000-ci illərin dot-com köpüyü, insanlar həmişə inanıblar ki, yeni bir texnologiya artıq bütün köhnə qaydaları dəyişib və hər dəfədə nağılın sonu eyni olub. Böyük itkilər. Bəs görəsən, süni zəka həqiqətən də bu hekayənin istisnası olacaqmı? İndiki süni zəka bumunun risklərini anlamaq üçün gəlin bir anlıq zamanda geri gedək. Çox da uzağa yox, cəmi 25 il əvvələ, 90-cı illərin sonundakı dot-com köpüyünə. Bugün eşitdiyimiz o bölük vədlər sanki o dövrün bir əks sədası kimidir. Yəqin bəziləriniz xatırlayarsınız, o vaxtlar Pets.com kimi şirkətlər var idi, təsəvvür edin, Super Bowl-da milyonlarla dollarlıq reklamlar yayımlayırdılar, amma bütün biznes modelləri onlayn it yemi satmaq idi. Heç bir real gəlirlilik planı yox idi. Buna baxmayaraq, investorlar sırf şirkətin adında .com sözü var deyə ora milyonlar yatırırdılar. Nəticə, bu şirkətlərin çoxu batdı, milyardlarla dollar sərmayə isə bir gecədə buxarlandı. Bu, bizə çox sərt bir dərs oldu, möhtəşəm vədlər real gəlirlərlə dəstəklənməyəndə sonu heç də yaxşı olmur. Deməli, qarşımızdakı əsas sual budur. Biz yenidən tarixin səhvlərini təkrarlamaq ərəfəsindəyik, yoxsa bu dəfəki inqilabın təməlləri daha möhkəmdir? Gəlin bu suala faktlarla cavab tapmaq üçün ilk xəbərdarlıq siqnalına nəzər salaq. İlk xəbərdarlıq siqnalı əslində çox sadə bir iqtisadi prinsipdir. Az sayda yaxşı ideyanın arxasınca həddindən artıq çox pulun qaçması. Təsəvvür edin ki, bu hər kəsin bütün pullarını masaya qoyduğu yüksək riskli bir poker oyunudur. Və bu oyunda cəmi bir neçə nəhəng oyunçu var. Bütün bazarın taleyi demək olar ki, bu 7 şirkətin əlində cəmləşib. Bu nə deməkdir? Yəni, əgər sizin adi bir indeks fonduna yatırımınız varsa belə, pulunuzun 1/3-dən çoxu bu şirkətlərin uğuruna və ya uğursuzluğuna birbaşa bağlıdır. Və onların hamısı süni zəka sahəsində lider olmaq üçün amansız bir rəqabətə giriblər. Bu rəqabət isə onları sözün əsli mənasında ağla sığmaz məbləğdə pul xərcləməyə məcbur edir. Bəli, rəqəmi düz gördünüz. Bu 7 şirkətin təkcə bir il içində süni zəka infrastrukturuna xərcləyəcəyi proqnozlaşdırılan məbləğ budur. 330 milyard dollar. Bu rəqəmin nə qədər böyük olduğunu anlamaq üçün gəlin onu başqa bir şeylə müqayisə edək. Bir anlıq dayanıb düşünək. Bu, bir qrup şirkətin xərclədiyi pulun Finlandiya kimi yüksək texnologiyalı, inkişaf etmiş bir ölkənin bir il ərzində yaratdığı bütün dəyərdən, bütün xidmətlərdən daha çox olması deməkdir. Bu qədər böyük bir pul kütləsinin tək bir sektora axması istər-istəməz qiymətləri qeyri-real səviyyələrə qaldırır və böyük bir qeyri-sabitlik riski yaradır. Meta'nın qurucusu Mark Zuckerberg'in bu sözləri əslində bu yarışdakı təzyiqi mükəmməl şəkildə ortaya qoyur. Bu, qalib hər şeyi alır prinsipi ilə işləyən bir oyundur. Şirkətlər geri qalmaqdan o qədər qorxurlar ki, 10 milyardlarla dolları səmərəsiz xərcləməyi belə gözə alırlar. Bu isə artıq ağıllı investisiya deyil, bu qorxuya əsaslanan bir xərcləmədir. İkinci xəbərdarlığımız bir qədər daha incədir, amma bəlkə də bir o qədər daha təhlükəlidir. Bu, pulun süni zəka sənayesi daxilində qapalı bir dövrədə necə hərəkət etməsi və dəyərləri süni şəkildə necə şişirtməsi ilə bağlıdır. Gəlin bu mexanizmi sadələşdirək. Böyük bir şirkət, məsələn Microsoft, kiçik bir startapa, OpenAI-ya milyardlarla dollar investisiya edir. Sonra həmin startap o pulun böyük bir hissəsini götürüb, böyük şirkətin bulut xidmətlərini almaq üçün ona geri ödəyir. Beləliklə investisiya bir anda gəlirə çevrilir. Kağız üzərində hər kəs qazanır, gəlirlər artır, şirkət dəyərləri şişir, amma əsas sual budur. Bu qapalı sistemə kənardan yeni, real müştəri pulu daxil olmayanda nə baş verəcək? Baxın, bu sadə, hətta biraz gülməli səslənən bənzətmə, əslində bu mürəkkəb maliyyə dövriyyəsini mükəmməl izah edir. Günün sonunda ortada heç bir real dəyər yaranmayıb, heç bir yeni məhsul satılmayıb, amma hər iki tərəfdə öz maliyyə hesabatlarında $1000 gəlir göstərə bilər.
Süni zəka sənayesindəki bu qapalı dövriyyədə məhz belə bir risk yaradır. Şirkətlərin dəyərləri real iqtisadi fəaliyyətdən qopa bilər. Baxın, problemin kökü də tam olaraq buradadır. Qiymətləndirmə, yəni investorların bir şirkətin gələcəkdəki dəyərinə olan ümidi, reallıqdan, yəni onun bugünkü gəlirindən qat-qat böyüdür. OpenAI-nın dəyəri yarım trilyon dollara yaxınlaşır. Ancaq şirkət hələ də pul itirir. İnvestorlar bu böyük fərqin bir gün bağlanacağına inanırlar. Amma ya bu ümidlər qırılsa, o zaman qiymətləndirmələr reallığı uyğunlaşmaq üçün kəskin şəkildə aşağı düşə bilər. Və sonuncu, bəlkə də ən fundamental xəbərdarlığımız. Bu dəfə söhbət puldan getmir. Söhbət süni zəkanı bəsləyən ən əsas resursdan gedir, məlumatdan. Görünür, süni zəkanın bu sürətli inkişafı tezliklə bir fiziki məhdudiyyətlə üz-üzə qala bilər. Bu qrafik çox sadədir, amma fikri çox aydın çatdırır. Təsəvvür edin ki, internet bütöv bir dünya kitabxanasıdır. Süni zəka modelləri isə bu kitabxananı inanılmaz bir sürətlə oxuyur. Bütün kitabları, məqalələri, veb-saytları. Problem isə odur ki, biz bu kitabxananın sonuna çatmaq üzrəyik. Tədqiqatçılar hesab edir ki, artıq 2027-ci ilə qədər yüksək keyfiyyətli onlayn məlumat ehtiyatı demək olar ki, tükənəcək. Bu, həqiqətən də çox ciddi bir sualdır. Bütün bazarın o böyük qiymətləndirmələri, süni zəkanın indiki sürətlə eksponensial şəkildə inkişaf edəcəyi fərziyyəsinə əsaslanır. Yaxşı, bəs bu məlumat quyusu quruyanda nə olacaq? Əgər şirkətlər bu məlumat divarını aşa bilməsələr, inkişaf yavaşlayacaq. Bu isə bütün o nikbin proqnozları alt-üst edə bilər. Baxın, biz insanları bu məlumat divarı məhdudlaşdırmır. Biz səhv edərək, yıxılaraq, real dünyanı təcrübə edərək öyrənirik. Süni zəkanın növbəti böyük sıçrayışı da məhz bundan asılı ola bilər. Şirkətlər artıq sintetik məlumatlar yaratmağa və ya robotlar vasitəsilə real dünya təcrübəsi toplamağa çalışırlar. Çünki onlar da bilirlər ki, internetdəki məlumatların sonuna çatıblar. Amma bu, çox daha çətin və qat-qat bahalı bir prosesdir. Yaxşı, bütün bu riskləri, bu qorxulu senariləri sadaladıq. Bu o deməkdir ki, panikaya düşüb bütün səhmlərinizi satmalısınız, qətiyyən yox. Bu sadəcə o deməkdir ki, emosiyalarla yox, bir oyun planı ilə hərəkət etməlisiniz. Gəlin indi bu qeyri-müəyyən bazarda nəinki sağ qalmaq, hətta uğur qazanmaq üçün sizin strategiyanıza baxaq. Gəlin açıq danışaq. Bəli, bütün əlamətlər klassik bir spekulativ köpük içində olduğumuzu göstərir. Lakin burada çox vacib bir amma var. Dotcom dövründəki Petscom'dan fərqli olaraq, Nvidia, Microsoft kimi şirkətlər real, son dərəcə gəlirli məhsullar satırlar. Problem onların keyfiyyətsiz olması deyil, problem onların qiymətlərinin artıq mükəmməlliyi və hətta ondan da artığını əks etdirməsidir. Strategiya əslində çox aydındır. Birincisi, qiymətlərin enib qalxmasından asılı olmayaraq, mütəmadi olaraq investisiya etməyə davam edin. Unutmayın, bazar çöküşü əslində ağıllı investor üçün endirimli alış-veriş deməkdir. İkincisi, nağd pul axınınızı artırın. Bu sizə fürsətlər yarananda hərəkət etmək üçün sursat verəcək. Və üçüncüsü, ən vacibi, risklərinizi idarə edin. Şaxələndirmə sadəcə fərqli səhmlər almaq deyil. Bu, bir-biri ilə əlaqəsi olmayan fərqli aktivlərə sahib olmaqdır. Səhmlər uzun müddətli böyümə üçündür. İstiqrazlar sabitlik verir. Daşınmaz əmlak inflyasiyadan qoruyur. Qızılı isə adətən iqtisadi xaos zamanı etibarlı bir sığınacaq olur. Məqsəd budur ki, portfelinizin bir hissəsi zəifləyəndə digər hissələri onu tarazlaşdırsın. Yekun olaraq bunu heç vaxt unutmayın. Bazar tarixində ən böyük sərvətlər maksimum pessimistliyin, yəni qorxunun hökm sürdüyü anlarda yaradılıb. Əgər bir planınız varsa, əgər emosiyalarınıza hakim ola bilsəniz və hazırlıqlı olsanız, başqalarının panikası sizin üçün bir ömürlük fürsətə çevrilə bilər. Qorxan kütlənin bir parçası olmaq əvəzinə səbirli və hazırlıqlı investor olun.